Rastıma az öncə video çıxdı bir. Orada bir nəfər o birisinə qayıdır, deyir ki, belə qeyrətli oğlansansa, ged Azərbaycanda oyun çıxardan ərəbləri öldür. Mən də öz düşüncəmə görə istəyirəm ki, bu məsələyə biraz öz fikrimi bildirim. Əvvəla ərəbi öldürməklə o qız o yolundan, o tutduğu yoldan əl çəkəcək. İkincisi, ərəb heç kəsin gedib evindən dartıb çıxartmır. O bəlli bir yerlər var, gəlirlər orada oyun çıxardırlar. Bu da ki, eləyən tək ərəblər deyil. Ölkənin dörd bir tərəfindən Azərbaycanına turistlər var. Bunu pasport kontrolda oturub peçat vurub ölkəyə buraxanlar daha dəqiq bilər ki, hansı ölkələrdən daha çox gəlinir. Amma ki, mən də görürəm ki, tək gələn Azərbaycanda ərəblər deyil. Qaldı ki, turistə əgər buynuz göstərərsənsə, gedib orada öz vətənində də danışacaq, başqaları da gəlməyəcək. Qazın, işığın əhaliyə çatmamağı bu barədə yəqin ki, danışmaq istəmirəm, bu biraz. Amma o demək istəyirəm ki, qaz işıq çatmaya bilər xalqa. Turist, gələn turist, sırf xalqın qazancıdır. Aeroportdan elə düşən kimi taksiyə oturur, taksi kimdir? Bizimki. Gəlir qastinçada qalır, o qastinça işləyir, qastinçadakılar işləyir, onlar bizimki. Restoranda oturur, yeyir, içir, meyvə-tərəvəz alır dükandan, bazardan, onlar hamısı bizə xeyirdir. Turist pulla gəldi ölkəyə. Cibi boş turist gəlmir. Bir də ki, elə mən özüm də çox görmüşəm Sədərəkdə nə qədər turistləri. Gedir oradan alver eləyir, gedəndə nəsə pay puş aparır ölkəsinə. O Sədərəkdəkilər kimdir? Bizimkilər deyil. Ölkəyə qalır da yenə xeyir. O demək istəyirəm ki, turistin qəzəb göstərməklə növbəti turistlərdə buradan ayağını kəsmiş olarıq. O bizim qazancımız.